Bax Harun, diqqətlə bax lövhəyə. 5-in ədəd ailəsi verib, hə? 5-in tərkib hissələrini yazmalıyıq. Bax, burada 4 yazmışam. 4-ün üzərinə neçə gəlsək 5 alınacaq. 2-nin üzərinə neçə gəlsək 5 alınacaq. 3-ün üzərinə neçə gəlsək 5 alınacaq. Bir də 1-i yazmışam. 1-in üzərinə neçə gəlsək 5 eləyəcək Harun. İndi başdan başlayaq. 4-ün üzərinə neçə gəlsək 5, 1 yazırıq 1. Sonra 2-nin üzərinə neçə gəlsək 5 eləyəcək. 2 tutun. Aha, 2 tut əlində 5 olmalıdır. Neçə barmaq atsan 5 eləyəcək. Neçə açdın? 2 tut bir də, tez elə 2 tut. İndi gör neçə barmaq açırsan, say barmaqlarını. Aça say. 1, 2, 3. 3. Neçə elədi? 5 elədi. 2-nin üstünə 3 gələndə eləyir 5. Aha. Hə, Harun. 3-ün üzərinə neçə gəlsən 5 eləyəcək. 3 tut əlində. 3. Neçə barmaq atsan 5 eləyəcək? 2. Aha. Sonra 1-in üzərinə neçə gəlsə 5 eləyəcək. 1 tut. Aha, neçə barmağını atsan 5 eləyəcək. Bir dənə varında. Barmağına bax Harun, barmaqlarına bax. Döndər onu özünə sarı, belə döndər barmağı. Aha, gör burada neçə dənə barmaq var. Neçəsini atsan 5 eləyəcək. 1, 2, 3, 4. 4 atsaq 5 eləyəcək. 4. Keçdik indi bu birisinə Harun. Bax, 6 almalıyıq. Görsən, 6-nın tərkib hissələrini yazaq. 5-i neçə ilə toplasaq 6 eləyəcək. Baxaq, 5-in üzərinə neçə gəlsək 6 eləyəcək. 5 tut əlində. Neçə barmaq atsan 6 eləyəcək. 6 deyirəm Harun, 6. 5 tut əlində, 5. İndi neçə barmaq atsan 6 eləyəcək. 1. Aha, indi 1 verilib, 1. Üzərinə neçə gəlsən 6 eləyəcək. 1 tut əlində. 1 tuturam. Aha, neçə barmaq atsan 6 eləyəcək. Bu biri əlində neçə barmaq atsan 6 eləyəcək. Aç görək. 5. 5 barmaq. Aha. Baxaq indi 3-ün üzərinə. Hə, Harun. İndi 3-ün üzərinə neçə gəlsək 6 eləyəcək. 2 tutun. Aha, neçə barmaq atsan 6 eləyəcək. Barmaqlarını açdıqca sayırıq. Aha. 1, 2, 3. Sonra 3 gəlsə eləyəcək 6. Afərin. 3-ün üzərinə 3 gəldi, elədi 6. Aha. İndi 4 barmaq tuturuq Harun. 4. 4. Tutduq 4. Neçə barmaq atsaq 6 eləyəcək Harun. Neçəsini açdıq? 2. Afərin Harun. İndi mən